Həftəlik bürcülər, dolça ikizlər, tərəzi bürcülərini, hava ünsürlərini 12 yanvardan 19 yanvara doğru nələr gözləyir? Birinci baxaq dolçalardan. Dolçalar bu həftə istək və arzularınızın normadan çox sizi depressiyaya, istək və arzularınızın normadan çox istədiyiniz formada sizə doğru aktivləşməsi dayanacaq. Elə bir sanki hər addım və hərəkətlərinizdə ümidsizlikdə, hər addım və hərəkətlərinizdə sanki istədiyiniz vəziyyətdə güclənməyinizi bərpa edə bilməyəcəksiniz. Bu həftə ən vacib məqamlardan hər şey planlı, hər şey məntiq olaraq, hər şey düşüncə olaraq aktivləşdirməyinizdir. Çünki bu həftənin sonlarına doğru elə gözəl bir şansınız olacaq ki, həmin şansları dəyərləndirməyi bacarsaz, yeni bir etap, yeni bir başlanğıc, özünüzü kəşf etmə, özünüzü dərk etmə, hər bir şey yeniləyə bilərsiniz. Mühitinizi, özünüzü, ətrafınızda olan insanlarla danışmışlığınızı, işinizin gedişatını. Çünki bu həftə təkan olacaq. Həmin təkan nəticəsində başqa insanların köməyi ola bilər, evrenin sizə doğru aktiv şəkildə təsir ola bilər ki, şanslarınızı gücləndirə bilərsiniz. Həftənin, belə deyim də, ayın 16-sından başlayaraq sizdə özünüzü kəşf etməklə, özünüzü sabitləməklə, yeni bir şanslar, yeni bir düşüncələri aktivləşdirməklə bağlı çox gözəl uğurlu məqamda olacaqsınız. Mən narahat edən sağlamlığınızla əlaqədar olaraq dolçalar, sinə hissəvizdə problemlər var, kürək hissəvizdə problemləriniz həddən artıq çoxdur və qan dövranınızın normal şəkildə olmaması və ayaqlarınızda ağırlaşmaların, tez yorulmaların səbəbidir. Bu həftə bizi uğurlu formada apara bilsəz, maksimum 71%-ə qədər apara bilərsiniz. Çünki beyninizin susmadığı bir məqamda olacaqsınız. Əkizlər bu həftənin belə deyim də şəxsiyyət baxımından daha çox negativ məqamda olacaqsınız. Ailəvizlə, özünüzlə, sevdiklərinizlə əlaqədar olaraq nə göydə olacaqsınız, nə yerdə. Bəli, pul maddiyyatla bağlı şanslarınız gələcək və əlavə qollar, əlavə şərikli işlər və yeni danışılmış yollara gedə bilərsiniz. Amma şəxsiyyətinizlə bağlı xəyanət, şəxsiyyətinizlə bağlı aldanma, şəxsiyyətlə bağlı özünüzün lazımından çox yalan ürətməsi ola bilər. Çünki bu həftə o qədər emosiyon olacaq, çox sevgi istəyəcəksiniz, çox diqqət istəyəcəksiniz. İstədiyiniz insanlarla əlaqədar tamamlanma sizi yeni bir etapa doğru apara bilər. Ruhunuzu bu həftə dincəltməlisiniz, başqa şəhərə getməlisiniz, ruhunuzu dincəltməlisiniz, özünüzü sevməlisiniz. Özünüzü əkizlər dərs etməlisiniz. Çünki pul maddiyyat şansınızı bərpa etsəz də bədənsal enerjilərinizin, dişil və eril enerjilərinizin, qadın və kişi enerjilərinizin sabitliyini istədiyiniz formada apara bilməyəcəksiniz. Bu isə sizdə yarımsıqlıqların, belə deyim də, məncil olaraq yarımsıqlarınızın aktiv formada olacağını göstərir və beyniniz susmayacaq, nə arzu xəyallarınızı həyata keçirə bilməyəcəksiniz. Sanki bu həftə ancaq istəyəcəksiniz ki, sevdiyiniz mühitdə və sevdiyiniz insanların ətrafında olasınız deyə və bunu bərpa edə bilərsiniz və bəli, bunu bərpa edə bilərsiniz. Mənfəət üzərindən bəzi insanları bu həftə həyatınızdan çıxarmağı bacaracaqsınız. Buna çox ciddi fikir verməlisiniz, əkizlər. Ümumi dəyərləndirsək 73%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. O da öz ayağınızdakı şansların aktivləşməsinə görə. Həftənin uğurlarından bir tərəzilər sizsiniz. Zaten ay tərəzi bürcünə keçid edərək, 4 bucağı aktivləşdirərək sizi yeni bir mühitə, yeni bir şansa doğru aktivləşdirir. Maddisal dəngənizi bacaracaqsınız. Manipulyasiya edici qüvvənizi, danışıqlarınızı, özünüzü çox aktiv şəkildə formalaşdırmağı bacaracaqsınız. Və bu həftə övlad ailə ilə bağlı tərəzilər nə gözləyirsiniz, onları gücləndirə bilərsiniz. Bu həftə siz parıldayacaqsınız, bu həftə sizin həftənizdir və hər kəs öz sözünüzü, hər kəs öz qüdrətinizi, görünməyən tərəzilər bu həftə görünməyə bacaracaqsınız və sağlamlıqla əlaqədar olaraq nə dəyişikliklər etmək istəyirsə və yaxud da nə müalicə almaq istəyirsə, hamısını düzəldə bilərsiniz. Sadəcə olaraq tərəzi bürcünün kişiləri bu həftə bir balaca böyük qocalmış bir insan yox, pozitivliyinizi, şənliyinizi, sosiallığınızı artıq aktivləşdirərək ruhsal dəngəsallığınızı bacaracaqsınız stabilləşdirməyə. Ümumi dəyərləndirsək, bəli, 87, 88, 89%-ə qədər həftənizi uğurlu edəcəksiniz. Çünki günəş kimi parıldayırsınız və ay tərəzi bürcünə keçid etməklə, yenilənməklə tərəzilər sizdə yeniləyir və bu zamandan mütləq bir şəkildə istifadə etməlisiniz.